Buradan müraciətim Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevədir. Cənab Prezident, sizdən xahiş edirəm artıq dərəcədə. Vəziyyətimiz çox pisdir. İlk dəfədir, bax, Biləsuvar'a belə qar yağıb. Bəlkə də bilənlər bilər, mən 38 yaşım var, 38 yaşımda mən bu cür qar görürəm. Mən belə qar görməmişəm. Əgər bu qar 10 gün yağsa, şəxsən bizim bu köhnə Əmənkət deyilən bir kəndimiz var. Biləsuvar rayon Əmənkət kəndi. Bu kənddə heç kim yaşaya bilməyəcək. Yəni, iqtidarla əlaqəmiz tam kəsiləcək. Qardaş, 3 ildən yuxarıdır, qaz xətti çəkilib. 3 ildən yuxarı qaz xətti çəkilib. Qaz turbası ilə evin arasında 4 metr var. Nətər bu kim eləməlidir? Bunu kim çəkməlidir? Bunu vətəndaş çəkməli deyil ki. Bunu hansısa bir məmur eləməlidir. Qardaş, bu sənət sürət işi bizim işimiz deyil ki. Qurban olaram. Kətdə 50-dən yuxarı ev var. Hamısı qazsızdır. Vəziyyətimiz çox pisdir. Bizə kömək lazımdır. Azərbaycan xalqından kömək istəyirik biz. Düz deyil, qardaş, haqlısan. Allah'ın olsun.